Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 298 sayılı körpələr evində qalmaqal yaşanıb. Bölgə TV 12 isnadla xəbər verir ki, valideynlərin verdiyi məlumata görə bağçanın müdiri Aysel Alməmmədova körpələr evinə qeydiyyatdan kənar uşaqlar götürüb. Bir neçə gün əvvəl bağçaya yoxlama gəlib. Aysel Alməmmədova bu səbəbdən qeydiyyatdan kənar olan uşaqları bağçanın əməkdaşlarının evlərinə göndərib. Bu proses 5 gün davam edib. Valideyn isə bundan xəbərsiz olub. Elə bilirik ki, uşaq bağçadadır. Sən demə uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıblar. Məsələni gizlətmək üçün yalandan deyirdilər ki, güya uşaq yatıb, yemək yeyir və s. deyə əlavə edilib. Qeyd edək ki, Alməmmədova 2017-ci ildən etibarən 298 sayılı körpələr evinin müdiridir. Rana Rövşən qızı BTV. Qoymuşam. Üzbəyizim. Və uşaq niyə bağçada yoxdur? Və bu mənə ağzından gələni deyir. Sonra da deyir mənə valideyn deyib ki, 2-nin yarısından uşaq da yeməyib də yatmayıb. Uşağı deyib başqa evdən çıxardıram mən. Başqa evdən. Mənə deyir ki, mən özümü çəkirəm. Baxın. Mən özümü çəkirəm. Bir dənə oturaq. Hə. Bir dəqiqə, mən səhv eləyim bəs. Baxın. Gəlin oturaq bir dənə. Bir dəqiqə özümü çəkirəm. İyisi İskəndər. İska. İyisi gəl tam, gəl. 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 Necəsən ay? İska. Hə. İska tanıyırsan? Hə, tanıyır, gətir. Necəsən ana? Uşaq arxın yorğun. Can. Yemək yatma vaxtı uşaq xalqın evində. Çox dəhşətlidir bu. Gəl. Gəl İska, gəl bura. Sən gətirmə özüm geyindirərəm. Gəl bura.